Good morning. Dostlar bakın, kardeşimin otağında balkonu var. Böyle çıkıyorsun buraya böyle. Nefes alıyorsun. Bu bizim artık üçüncü günümüzdür. Dördüncü günümüzdür. Dördüncü gün. Ve biz səhər yemeğini oynandık. 7. gündən hiçbir prosedurlar olmur. Deyə bugün full yani dincəlmə günüdür. Dünən nə baş verdi? Dünən konsertə getmişdik. Orada oyunlar oynuyorduk. Və mənim qardaşım 2 oyunun ikincisində utdu və 2 dənə duz utağı utdu. Yəni udanda pulsuz bir prosedur hədiyyə edirdilər. Və qardaşım 2 dənə duz utağı utdu. Deməli sizə çox güclü bir zavtraqımızı göstəreyim. Mənim maksimum Dəmir Kazımın. Mənim minimumdur. Prosta həvəs yoxdur orada şeylə. Tez bazar işləyir. Niyə pomidor yumurta yoxdur? Niyə? Yumurta. Yumurta göz kokusu yılıyor ya. İmeli. Deməli gedirik gəzməyə. Ты могла бы хоть влог снять. Влог снимаю, да? Yok. Çok güzel. Gidin. Benim avokado maskilerimin bu yere uyumu. Deməli dostlar, bir saatdən çoxdur qəbristanlıqdayım. İndi qəbristanlıqdayım. Mən video çəkmək olar burada olmaz. Əslində mən bilən qəbristanlıqda olmaz. Belə çatdım dostlar. Deməli bugün 7. gün olduğunu size demiştim ki bugün hiçbir prosedur falan olmur. Ve biz bugün yığışdık gittik meçidə. Ziyaret elədik. Sonra oradan əslində tez çıxmışdıq. Ama sonra öyle oldu ki bizi apardı, maşına gitmiştik. O xanımın yani əsli buradadır və bütün yani rəhmətə gedənlərin qəbirləri buradadır. Və yolstu qəbristanlığa girmək istədilər. Girdik və 1 saat qəbristanlıqda keçirmişik. Çünki qəbirləri tapa bilmirdik. Yəni 1 saat bütün qəbristanlığı gəzmişik. Çox yordu bu məni. Şey demirəm, yəni sadəcə yoruldum. Yəni pis demirəm, sadəcə yoruldum. Yarım saat kalmıştı yemeğin bitmeyine vaxtına. Çatdırdım, yedim, demişim oturmuşam burada video düzəldirəm. Mama telefonu götürmüşəm çəkirəm çünki telefonumda yer bitdi. Soruşmayın hara o kadar geri gedir, yəni soruşmayın. Çünki mənim bütün nəslim bundan şokdadır ki, Xədicə sən nə qədər telefon, nə qədər şəklin var sənin mənə deyirlər. Hər yəni deyəndə ki yerim yox telefonda. Görə yəni sizdən də bunu eşitmək istəmirəm hal-hazırda. Məncə gənclərin yarısında bu problem var. Bugün 7. gün olduğu için, hiçbir şey etmediğimiz için hiç ne çekmemişim. Yani hal-hazırda biz yemekten geldik. Yemeğimizi yedik, mama iftarını açtı. Daha doğrusu mama orucunu açtı, iftar elədi falan. Geldik otağa, indi hazırlaşırıq, düşəcəyik konsertə. Konsertimizin 2. günüdür. Mən səhər deyəsən demişəm ki, mənim qardaşım duz otağıdır və konserti aparanlar, burada show programı aparanlar Elvin və Elvinadılar. Familiyalarını ne demək istəmirəm çünki səhv deyə bilərəm və qardaşımla dostlaşıb qardaşıma ağsaqqal deyirlər çünki dünən yaşını öyrənib şokda oldular ki sən necə böyük görsənirsən yaşından və indi də yeməkdə onlar düşmüşlər yeməyə. Ümidi deyir ki gəlib yanıma verir ağsaqqal necəsən sən də buradasan. Ay çox gülməlidir. Biz hazırlaşıb gedirik aşağı. Nüsrət kimi axı, ne? Kardeşimce başladı. Ooo. Oy. Hədəf 4'tür. Siz. Bəli, xanım qalib gəlir. Niyə? Hər iki tərəfə 2 dənə düz qoş edir. Gördüyünüz kimi hər iki tərəfə 2 sayılır. Xanım qalib gəlir.
2 günümüz də belə keçdi. Oyunlar oynadıq, rəqs də elədik, zarafatlaşdıq, güldük. Hal-hazırda özümü çox pis hiss edirəm çünki 2 paçka buna yemişəm. Soyulmuş semişkam. Hell içmişəm və şu an özümü çox kötü hiss ediyorum. Gedirəm yatmağa. Sabah birinci gündür. Prosedurlarımız olacaq. Bilməm niyə o çox xoşuma gəlir. Artıq öyrəşmişəm və mənə maraqlı gəlir. Aha, sonra prosedura gəlim, ora, bura falan. Çox maraqlıdır. Gecəniz xeyrə qalsın. Sabah inşallah görüşərik. Çalışacağım sizə qəşəng video çəkim. Duz otağındayıq dostlar. Duzla oynayırıq. Deməli biz bu otağı çox gəlmək istirdik. Duz otağı amma heç bir şey yoxdur yəni burada. Hər biri oturursan 20 dəqiqə. Salın gəlir. 10 dəqiqəmiz qaldı. Yox, konuşdum, nəfəs var. Yox da yəni də maraqlı bir şey yoxdur. Heç bir prosedur eləmirsən. Yəni sadəcə oturmursan. Duzla oynayırsan ayağında. Deməli, xalatdayımsa deməli vannadan çıxdım. İncə girdim içəri. Bir dənə suyumu içirəm. Yəni mən həftədə 1 stəkan su içsəm mənə bəs edirdi. Yəni amma burada o qədər su içirəm. Yəni ömrümdə bu qədər su içməmişəm. İncə vannadan gəldim. Bugünkü bütün prosedurlarımız bitdi. Hazırda saat 3'dür, 3'ə 5 dəqiqə qalıb. Mən də girirəm duşa, çıxıram, sonra 7-nin yarısına qədər dincəlirik. Sonra ujindir. Daha sonra bugün konsertin son günüdür. Bugün də konsertə gedərik. Belə, bugünkü planımız budur. Son 3 gündür burada. Sabah demək olar ki, son günümüzdə elə bir qərara gəldik ki, 27-si artıq buradan yəni çıxaq. Hər prosedurlarını elədikdən sonra artıq evə yola çıxaq deyə düşündük, qərara gəldik. Ona görə də sabah demək olar ki, bizim sonuncu günümüzdür burada. 26-sı son gündür. Və biz bir neçə dənə belə maraqlı bir şeylər almışıq. Deməli, diş pastasıdır bu. Naftalanlı. Naftalanlı diş pastası. Belə parafin aldıq. Yarım kilo parafindir. Bu parafine qatılacaq neysə idi bu, bilmədim nədir. Daha sonra naftalan tərkibli burada bədən və üz kremidir və naftalan tərkibli ağır kəsici krem. Belə bir şeylər aldıq buradan. Yəni qaqa çox tərəflədi də bunlar dükanda. Yəni bilirəm ki, tərifləməyə inanmaq lazım deyil, amma məncə yenə də pis olmamalıdır. Naftalan tərkiblidir bunlar. Belə. Ona görə sabah sizə yenə də ətrafı çəkəcəm, nə çəkə biləcəmsə. Belə, indi isə gedirəm yatmağa, gecəniz xeyrə qalsın. Hello. Yenə sizin birinin otağından salamlayıram. Deməli, hava soyuq dostlar. Mən sizin də zasıqlı düşməyə gedim, səhər yeməyə düşmək istəmirdim. Ama kardeşim tez uyandı ve gede zavtırmam geldim, gede zavtırmam. Yani ben tek yemeği yemeyi hiç sevmem, hiç vakit sevmiyorum şu an tek yemeği yemeyi. Böyle bilmem niye, sıkıram yani böyle boğazıma yemeği, çörek geçmek falan giyici şeyler. Yani böyle şeyler çıkmadan çıkabilir tabii ki. Oturmuş o böyle, yine fotoğraflarına bak. Bugünkü benim zavtırmam çaydan ibaret oldu dostlar. Ne oldu? Selamünaleyküm dostlar. Ben normal yedim ama ben yemedim işte. Ben neye yedim ya? Ben bir tane şey yedim. Normal yedim işte. Mənə baxarıq. Mənim videoma baxmayın. Özümü çox pis hiss edirdim. Yəni aşırı dərəcədə pis hiss edirdim. Bir mən düşdüm şeyə, dərman götürdüm. Heç demək bir şey kömək eləmədi. Ben bütün bədənim ağrıdı. Bildiyiniz yəni çox pis gündəydim. Kömək eləmədim amma ikinci dəfə. Mama da özüm pis hiss edir. Bugün bilmirəm niyə, nə olub bizə bilmirəm. Ev eşitmişik deyə artıq pis hiss edirsiniz. İndi gülməyə baxmayın. Dərman içmişəm deyə keçib. Özümü yer tapa bilmirəm, ölürdüm rəsmən. Sonra mama düşdü, bir dənə dərman götürdü, onu içdim. Daha iyiyim. Mama düşdü prosedurlarına. Birincisindən proseduru qalıb. Məndə hər şey bitib. Hiçbir şey eləməyəcəm. Günorta yeməyinə də getdim. Heç nə yemədim. Biraz güya salat götürmüşdüm, onu da yemədim heç. Yəni pomidor xiyar salatı heç onu da yemədim. Dincələcəm, uzanacağım, indi çay içirəm. Şokoladla. Biraz yaxşılaşıram, biraz dincələm, duracağım artıq paltarları yığmağa. Bilməm, həppimi olum ki, gedirəm evə, yoxsa üzülümmü bilmirəm.
Amma məncə artıq burada yəni bəsdir. Bu qədər bəsdir. Artıq mənim üçün bir həftə, sabah bir həftəmiz olur və məncə artıq getmək vaxtımızdır. Çünki hər şey gördük, hər şey etdik və heç bir şey qalmadı yəni burada eləməyə. Bu yer öz missiyasını yerinə yetirdi. Bir də onu sizə danışım. Naftalan, Gold Naftalan hekayələrim. Ultrason terapiyası edən xanım mənə dedi ki, birinci dedi, gör xanım necə gözəl arıqdır. Mən dedim, mən arıq. Mən verin, neçə yaşınız var? Deyirəm ki, 20. Deyir, nə? 20? Deyirəm, bəli. Deyirəm, hələ 20 olmayıb. Yəni, birinci ayı 20 olacaq. Deyir, çox böyük görsənirsiniz. Deyirəm, neçə yaş? 26 yaş dostlar. 26-27 yaş verir mənə. Bu artıq ikinci adamdır ki, mənə 25-dən çox verir. Deməzdim ki, yaşımdan çox böyük görsənirəm. Yəni, bu 6-7 yaş daha böyük öz yaşımdan. Deməzdim ki, bu da çox böyük görsənirəm. Okey, 23 falan desəydilər. Okey, bax, belə indi baxıram, 23-24 ola bilər. Amma ki, 27 yaş. Hə, çay ne kuşat həcəm? Hamıya salam. Yenə mən sizə bu videoda qarşınıza çıxıram. Yəni, belə görünüşümün səbəbi özümü yaxşı hiss eləməməkdir. Ona görə də çox üzr istəyirəm belə qarşınıza çıxdığıma görə. Oteldə vəziyyət çox gərgin, çox pisdir. Çünki yəni kimi dindirməsən hamı baş ağrı, ürək bulanma, çox üzr istəyirəm, qarın getmə falan belə simptomlarla şikayət edirlər. Yəni Mediterranean dolu. Həmçinin mənim mamam da artıq neçə gün özünü çox pis hiss edir, baş ağrısı var, ürək bulanma, qaytarma falan və aşağı yaxınlaşanda bizə dedilər ki, bu yeni bir virusdur. Artıq mən virusdumu nədimi? Yəni, hal-hazırda bir filmdəki kimi hiss edirəm ki, bir zonaya gedib, orada bir-bir insanlar xəstələnir və bir toplaşırlar, kim dərman axtarır, kim neyir. Yəni, eyni indi bu vəziyyətdəyik. Otağımız köçür, ona baxmayın, artıq işlərimizi yığmışıq. Bura təmiz paltaları yığdıq, buna çift paltaları yığdım. Artıq biz haradasa çıxmalıyıq. Birin yarısı ya da birdə. Birin yarısı abeddir. Mən heç səhər yeməyinə də düşməmişəm. Gündüz yeməyinə də düşmək istəmirəm. Saat 1 üçün səhv eləməmişsə bizi Gold Hotel'in, Gold Naftalanın qarşısına götürəcəklər və biz artıq Bakıya gedəcəyik. Nəhayət ki, çox darıxmışam evim üçün. İşim qalıb, evim qalıb. Çox darıxmışam Bakım üçün. Deməli, yeməğimizi yedik. Artıq bir şey görünsəm. Gələcəklər indi otağımızı təhvil olmağa. Tərtəmizdir, işlərimizi bura yığmışıq artıq. Nereye memnun çağırıyorsun? Nereye? Bakıdayıq. Bizim avtobusumuzda artıq çatdıq. Yadınızda birinci vlogda biz soyuqdan ölə-ölə dayanmışdıq. Eyni yerdə durmuşuq şu an. Eyni soyuqdan ölürdük. Hərdə keçdikdən sonra Səmənin vəziyyəti. Tamam. Hello. Artıq evdəyəm və həmin sizə çəkdiyim yerdən çəkirəm. Deməli 4 saat yol gəldik. Gələn kimi də tez yemək aldıq, yemək yedik, getdik. Mən getdim işimə, mama getdi dayıda falan, işdən sonra getdim dayıda. Yəni bu hamısı 1-2 saatın içində oldu. Yəni necə gəldik və daha doğrusu mən getdim Araza, salfetka falan aldım, qurtarmışdı evdə. Gəldim evə. İndi gedəcəm makyajımı silməyə falan yerləşəcəm və nəhayət yatacağam. Çox yorğunam. Amma çox həppiyəm ki, evimdəyəm. Evimdə, işimdə. Bu tətilimə 10 üzərindən 7 qoyuram. Niyə 7? Hər şey çox gözəl idi. Sadəcə biraz otel bizi belə xəyal kırıklığına uğratdı. Yəni ilk 5 gün falan hər şey mükəmməl idi, möhtəşəm idi. Sonra birazcık artıq
Artıq yəni ilk sən otel daxil olanda ancaq gözəl bir şeylər görürsən. Hər şey göz yumursan ki, vau, hər şey zordur, mən indi dincələcəm falan. Amma sonra artıq getdikcə hər şey adiləşir və sən artıq mənfi tərəfləri görməyə başlayırsan. Ay, bu belə xarabdır, bu belə yemək təzə deyil falan filan. Və belə bir neçə dənə şeylər olmuşdu. Amma yəni də pis olmadı, yaxşı oldu, dincəldik. Müalicəmizi də aldıq, çox gözəldir hər şey. Hamı mülayim idi, gülər üzüydü, oteldəkilər. Yəni çox gözəl keçdi doğrudan. Yəni mənfi bir şey olsa da yenə də hər şey çox gözəl keçdi. Yəni hər şeyə çox təşəkkür edirik. Və bu bir həftə, mən ilk dəfədir ki, belə çox evdən uzaq idim, işdən uzaq idim bir həftə.